Bizim 30-40 yıl önce başladığımız Turan Hərəkatının indi artıq Azərbaycanda belə liseylərdə körpə balalarımızla başlayaraq bunu davam etdirmələri əlbəttə məni çox sevindirir. Bu cür liseylərin açılması gələcək nəsillərimizdə sağlam gənclərin yetişməsinə, milli mütəxəssislərin, milli aydınların, ziyalıların ortaya çıxmasında böyük rol olacaq. Turan Balabilci Akademiyasının məqsədi məhz Türk dünyası məktəblilərinin araşdırma, tədqiqat yönümlü belə deyək, bacarıqlarını inkişaf elətdirmək, həm də hər ilin sonunda Turan şagirdlərinin, məktəblilərinin elm şənliyini, elm simpoziumlarını, konferanslarını keçirməkdir. Məktəbdən uşaqlarımızın gələcək Türk dünyasının elmini, tarixini, mədəniyyətini araşdırmaq düşüncəsi, fikri, mədəniyyəti formalaşacaq və onların dostluğunun formalaşması sözsüz ki, bizim gələcəkdəki birliyimizə şərait yaratmış olacaq. Önemli olan bundan sonraki zamanda genç nesle bu fikri vermek ve Turan adının çeşitli coğrafyalarda farklı anılmasını da önlemek amacıyla Turan tarihinin esas itibariyle yazılmasını hedef edindik. Bu uğurda Balabilgelerin çalışmalar yapacağına, Turan şiarının kendilerinde bir hedef olarak olacağından hiçbir şüphem yok. Bu təşəbbüs irəli sürüldüyündən bu günə qədər artıq onlarla məktəb bu təşəbbüsə qoşulub və bu təşəbbüsü dəstəkləyiblər və bu gün burada onun təşkilatı məsələləri həll olunacaq və bu məqsədlə də Türk dünyasının müxtəlif ölkələrindən təhsil müəssisələrini təmsil edən adamlar, o cümlədən Turan Universitetinin rektoru, Qazaxıstandan, Türkiyədən bir sıra məktəblərin və universitetlərin təmsilçiləri burada iştirak edir və əlbəttə bu təşəbbüslərin də mərkəzində hədəf liseylər qrupu dayanır.